çox hörmət elədiyimiz, həm sosial şəbəkələrdən, həm mətbuatdan Azərbaycana dair yazılı siyasi, mədəni məqalələri çox böyük maraqla izləyirik. Yəni, o bizə bir motivasiya verir, bizim fəxrimizdir Səadət xanım. Onun elmi fəaliyyətini də, ədəbi yaradıcılığını da çox böyük maraqla izləyirik və istəyərik ki, Səadət xanım buyursun. Bizim bugünkü mövzumuz, yəni 28 may Respublika günüdür. Çox Cumhuriyyətin banisi Məmməd Əmin Rəsulzadə, bizim fəxrimiz, hər birimizin ürəyində, qəlbində bir heykəl qoymuş bir insan haqqında danışacağıq. Və Səadət xanım buyursun. Çox təşəkkür edirəm Günay xanım bu gözəl proqramın təşkili üçün, dəvətiniz üçün və gözəl təqdimatınız üçün. Çox təşəkkür edirəm və çox dəyər verirəm ki, belə bir tarixi hadisəni gündəmə gətirmişsiniz. Əlbəttə, bu hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. İnşallah Rəis bəy də bizə tezliklə qatılar. Onu görmək bizim üçün böyük nemətdir, böyük bir, necə deyərlər, fəxirdir, mutluluqdur. O, Azərbaycan dövlətinin banisinin bizə yadigarıdır. Demək, bugünkü mövzu sizin təşkil etdiyiniz bu proqram 28 may ilə əlaqədardır və 28 may hadisələrinin, dövlətimizin qurulmasının biz dəfalarca danışmışıq. Ancaq bizim yeni nəsil və özəlliklə xaricdə böyüyən nəslə bunu hər zaman, hər gün anlatsaq da yenə azdır. Çünki tariximizin ən hassas dönəmidir, ən bəlkə də qəliz dönəmidir. Dünyada yüzlərcə ölkələr var, minlərcə ölkələr var hətta, amma 200-dən çox dövlət var. Yəni, hər ölkəyə arzulasa belə, çalışsa belə, dünyada, tarixdə dövlət qurmaq, qursa da yaşayıb, ayaqda qala bilmək, sağ qalmaq qismət olmamışdır. Bunu bizim, deməli, müdrik insanlarımız başarmışdılar. Həm qurucularımız, həm də onu yaşada bilənlərimiz. Tarixdə çox cəhəngirlər olub, amma adları qalmayıb. Tarixdə peyğəmbərlər, övliyalar, bir də xalqı sevən, canını yolunda, xalqın yolunda canına fəda edənlər qalıbdır. Məmməd Əmin Rəsulzadə dövlətimizin, Azərbaycan Cumhuriyyətinin banisi, məhz özünü və ailəsini Azərbaycan xalqı, onun istiqlalı, onun istiqbalı yolunda fəda etmişdir. Məmməd Əmin Rəsulzadə də bunlardan biridir, yəni. Fədakar bir vətəndaş, fədakar ziyalı, fədakar dövlət qurucusu. 20-ci əsr dünya siyasətinin nəhəng simasıdır. Həm də Azərbaycan diplomatiyasının nəhəng atasıdır. Böyük Atatürk də ona nəhəng insan kimi xitab edirdi. Məmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının yaxınlığındakı Movxanada anadan olub. Rəsulzadə böyük bir Azərbaycan siyasətçisi, dövlət xadimi, tədqiqatçı idi. Dünyanın böyük yerlərində fikirləri ilə tanınan bir ictimai xadim idi, yazıcı idi. Məmməd Əmin Rəsulzadədən bizə irs olaraq çox böyük əsərlər də qalmışdır. Onlar bugün də bizi xilas edir. Onlardan hətta bu il aktualdır Nizami böyük, deməli, ədib Nizami Gəncəvinin yubileyini qeyd edirik və əlimizdə olan ən böyük, ən mötəbər əsər, onu bizim Azərbaycan xalq şairi kimi ortaya qoymaq üçün ən böyük bəlgələrlə işlənmiş əsər Məmməd Əmin Rəsulzadənin yazdığı əsərdir. O hətta təkcə bizə dövlət qurmayıb. Məmməd Əmin Rəsulzadə bizə hətta kimliyimizi qaytarıb, bizə ədiblərimizi, mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı qaytarmış bir böyük mütəfəkkirdir. Rəsulzadə az millətin atası, az millət tapılarıq ki, belə bir atası
olsun. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri idi əlbəttə. Daha çox onun şüarı bir kərə yüksəlmiş bayraq bir daha enməz. Hər bir Azərbaycanlının şuuruna işləmişdir. Bir dəfə qaldırılmış bayraq heç vaxt düşməz əlbəttə. Bunun Azərbaycan xalqı əlbəttə ki, yenə də dövlət qurulucularımızın sayəsində, bu cümhuriyyəti qurduqlarımızın fikirləri və həyata keçirdiyi deməli hərəkətlər sayəsində bu iş bizə qaldı. Sovet dövründə belə bu deməli bitmədi. Bu bizim Azərbaycan Respublikasının müstəqilliyinə nail olmaq üçün ən böyük bir şüar, ən böyük bir ideoloji oldu. Məmməd Əmin Rəsulzadə təhsilini Rus Müsəlman liseyində almışdır. Daha sonra isə Bakı Texniki Universitetində almışdır. Təhsil illərində Rəsulzadə Müsavat adlı Müsəlman Gənclər Təşkilatını yaratmışdır. Müsavat termini bərabərlik deməkdir. Bunu bizim gənclərimizin çoxu bilmir. Bəli, Məmməd Əmin Rəsulzadənin ideolojisi məhz deməli cəmiyyətimizdə bərabərlik edir. Bütün vətəndaşlarımızın, bütün insanlarımızın bərabərliyidir. Deməli, vadiratından və mənşəyindən asılı olmayaraq, cinsindən asılı olmayaraq insanların bərabərliyi uğrunda savaşan bir insan idi. Və Müsavat təşkilatı Azərbaycanın çağdaş tarixində, yəni 1900-lərdən 1800-lərin sonundan bu günümüzə qədər olan ilk gizli təşkilatı idi. Və əlbəttə ki, Çar rejimində elə böyük bir imperialist Çar dövründə açıq-aşkar təşkilat imkansız idi. 1903-cü ildən etibarən Rəsulzadə müxtəlif qəzet və jurnallarda məqalələr yazmağa başlanmışdır. Sir deyil ki, hətta Güney Azərbaycanda Rəsulzadənin deməli bu mətbuat sahəsindəki önəmi çox-çox böyükdür. Rəsulzadə antimonarxist platforması və Azərbaycanın müstəqilliyi deməli tələbləri ilə qısa müddətdə məşğul oldu. Çünki onun fikirləri çox net və çox müdrik idi. 1904-cü ildə Rəsulzadə ilk müsəlman sosial-demokratik təşkilatı hürməti qurdu və təşkilatın ilk qəzetini, Təkamül qəzetini və Yoldaş deməli qəzetinin baş redaktoru oldu. Rəsulzadə deməli həyat kimi digər təşkilatların jurnallarında da bir çox məqalə dərc etmişdir və onun fikirləri Azərbaycanın istiqlalı üçün, Azərbaycanın müstəqilliyi üçün fikirləri bu qəzetlərdə, bu dərgilərdə yayılırdı. Və onun tərəfdarları bu fikirlərinə görə günbəgün çoxalırdı. İrşad və Füyuzat jurnalında da həmçinin. Rəsulzadə bu illərdə ana dilində, Azərbaycan türkçəsində yəni olan qəzetlərin və digər inqilabi materialların Bakı və ölkənin Azərbaycanın digər bölgələrindəki neft sahələrinə göndərilməsini şəxsən təmin etmişdir. Qaranlıqdakı İşıqlar adlı dram teatrı 1908-ci ildə Bakıdakı dram teatrında səhnəyə qoyulmuş və tamaşaya qoyulmuşdur. Bizim, yəni Azərbaycan Cümhuriyyətinin baniləri belə bir hər tərəfli ziyalı, hər tərəfli aydın və siyasi görüşü, siyasi bilgiləri çox yüksək olan bir insanlar olmuşdular və əlbəttə ki, məhz buna görə bizim Azərbaycan Cümhuriyyəti qurulması mümkün olmuşdur. Rəsulzadə və onun deməli onunla birgə çalışan cümhuriyyət qurucularımız, onun yoldaşları Azərbaycan ziyalılarının nümayəndələri idi. Rəsulzadənin özü də daxil olmaqla əksəriyyəti, onların deməli cümhuriyyət qurucularımızın əksəriyyəti 1905-ci ildə Rusiya Sosial Demokratik İşçi Partiyasının Bakı təşkilatının üzvü idi. Müsəlman Demokratik Müsavat təşkilatının bir qolu tezliklə İranda da quruldu və inqilab üçün rəhbər qüvvəyə çevrildi.
Yəni hərəkət əslində orada başladı. 1908-ci ilin sonlarında Çar rejiminin Rəsulzadənin həbs olunma təhlükəsi üzündən Rəsulzadə İranın Cənubi Azərbaycan, deməli Güney Azərbaycan tərəfə qaçmalı oldu. Orada Təbrizdə güneydəki, yəni azmilli liderimiz Azərbaycan Türkü milli liderimiz Səttarxan və onun yoldaşları ilə görüşdü. Məhəmməd Əmin Güney Azərbaycanın şəhər və kəndlərini gəzdi və xalqımızın fars istibdadı üzündən orada gördüyü böyük çətinlikləri müşahidə etdi. Bu müşahidələr sonradan Rəsulzadənin ədəbi və publisistik fəaliyyətinə təsir göstərdi. Məhəmməd Əmin Rəsulzadə digər savadlı Avropa, Güney Azərbaycan aydınları ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokratik Partiyasını qurdu. Orada yeni inqilabi və müstəqil qəzetlərin baş redaktoru oldu. Bu qəzetlər gündəlik 2000, hətta 3000, bəzi aylarda 3000 nüsxə ilə İranın ən böyük qəzetinə çevrildi. Rəsulzadə məqalələri ilə İranda Avropa jurnalistikasının əsasını qoydu. İranda müasir Avropa qəzet formasının əsasını qoyan ilk şəxs Məhəmməd Əmin Rəsulzadə idi. Çar hökuməti İranda inqilabi hərəkatının yayılmasından qorxdu. Buna görə də İran şahından Məhəmməd Əmin Rəsulzadənin İrandan qovulmasını tələb etdi. Ümumiyyətlə Rusiya sonralar da, hətta Məhəmməd Əmin Rəsulzadə Türkiyədə olanda belə Məhəmməd Əmin Rəsulzadənin oradan çıxarılmasını tələb etmişdir. İstəmişdir hətta Atatürk dövründə. Dünya tarixinə Qacar, Əfşar, Səfəvi, Ağqoyunlu imperiyaların qurucusu kimi öz möhürünü basmış Azərbaycan xalqı üçün deməli 1918-ci ilin başqa bir möhtəşəm dövlətimizin bütün müsəlman şərqində ilk demokratik hakimiyyət olan Azərbaycan Cumhuriyyətinin ili oldu. Bu da dediyimiz kimi məhz Məhəmməd Əmin Rəsulzadə və o deməli Fətəli xan Xoyski və tanıdığımız bütün deməli dövlət qurucularımız, cümhuriyyət qurucularımızın sayəsində oldu. Və məhz indi çoxları dünya səviyyəsində Azərbaycanın yeni bir ölkə kimi, yeni bir dövlət kimi qələmə verir, amma məhz əski dövlətlərin sahibi kimi Qacar, Əfşar, Səfəvi, Ağqoyunlu, imperiyalar qurucusu olan Azərbaycan xalqı kimi bizi dünyaya tanıdan elə Məhəmməd Əmin Rəsulzadə olmuşdur. 28 may 1918-ci ildə deməli, Birinci Dünya Savaşı sonucu dağılmış Rusiya imperiyasının xarabalıqları üzərində müstəqil Azərbaycan Cumhuriyyətinin qurulduğu bütün dünyaya bəyan edildi. Müsəlman şərqində günəş kimi doğmuş bu xalq hakimiyyəti cəmisi 23 ay yaşaya bildi və Çar Rusiyasının 1813-cü ildə işğal etdiyi Azərbaycan 28 aprel 1920-ci ildə Bolşevik Rusiyasının əsarəti altına düşdü. Əlbəttə ki, bu qanlı deməli Rus ordusunun qanla boğması nəticəsində oldu. Cümhuriyyət qurucularımız və ya xalqımız asanlıqla təslim olmamışdır. Şərqin ilk cümhuriyyəti necə yarandı, 23 ayda necə yaşadı, nələr baş verdi, nə işlər gördü, hansı ilklərə imza atdı, onun tarixi önəmi nələr oldu? Bu haqda deməli mənim üzvü olduğum Azərbaycan Federasyonunun təşəbbüsü ilə Azərbaycan deməli alimlərinə xahiş etdik. Azərbaycan Cumhuriyyətinin 100 illiyinə öncəsi, yəni o ərəfədə biz xahiş etdik ki, belə bir kitab yazılsın və bizim xahişimizi deməli Azərbaycanda professor, tarixçi Ədalət Tahirzadə
Ondan sonra dosent Dilgam Əhməd birlikdə bir kitab yazdılar. Və mən həmin kitabı ingilis dilinə tərcümə elədim, Avropada çap elədim, İsveçdə çap elədim, yayımladıq. Həm İsveç dilinə tərcümə etdim, Avropada yayınladıq. Sonra Rus dilinə onun da mən redaktor oldum, korrekturasını etdim. Hətta Danca, yəni Danimarkada yayıldı bu kitab. Dancasını da yenə də bizim arkadaşımız Güllü xanım Cahangirli tərcümə etdi. Deməli, həmin bu kitab çox möhtəşəm bir kitabdır. Bunu hər bir Azərbaycanlının oxuması, hər bir Azərbaycanın evində olmalıdır. Bu vicdan məsələsi olmalıdır. Evlatlarını bu sözlərlə böyütməlidir və hətta deməli, özəlliklə Avropada belə bir kitab heç vaxt olmamışdır deyə mütləq bu kitabın qədrin bilinməlidir, alınmalıdır. Avropalı dostlarına hədiyyələr etməlidir, buradan statlar getirilməlidir. Özü öyrənib və öyrətməlidir. Yəni bizim qürur mənbəyimiz bu dövrü anlatan bu kitab, anlatmaq üçün bu kitab çox böyük əsasdır. Deməli, oxucumuz bu kitabın birinci bölümündə Cümhuriyyətin tarixi haqqında ümumi məlumat əldə edə bilir. İkinci bölümündə isə onun ümumən tarixdəki yeri və gördüyü işlərlə tanış ola bilir. Azərbaycan Cümhuriyyəti deməli, müsəlman şərqində ilk demokratik dövlət quruluşu idi və Rusiya imperiyasının bir müstəmləkəsinin ərazisində yaradılmışdı. Bu ərazidə təbii ki, müstəqil dövlət qurumları mövcud deyildi hələ ki. Çar hakimiyyəti öz deməli, ucqarındakı Qafqazda, deməli, Azərbaycanda müsəlmanların savadlanmasının qarşısını hər vasitəsilə hər zaman alırdı. Buna görə də 1918-ci ilin 28 mayında özünü müstəqil dövlət elan etmiş Azərbaycan hakimiyyətini idarə edəcək dövlət qurumları yerli dibli mövcud deyildi və onları yoxdan yaratmaq lazım idi. Hakimiyyətin başında duracaq milli kadrlar isə son dərəcədə az idi. Yəni ki, söhbət ölkə boyu barmaqla sayılacaq bir-iki insandan gedirdi. Bu obyektiv çətinliklərin üzərinə həm də Birinci Dünya deməli, müharibəsinin doğurduğu fəsadları nəzərə alın. İlk növbədə 1917-ci ilin fevralındakı deməli, Rusiya inqilabından sonra hakimiyyətsizliyi nəzərə alın, kaos nəzərə alın. Rusiyada, Qafqazda, onun bütün quberniyalarda. İlk növbədə 1917-ci ilin fevralındakı Rusiya inqilabından sonra hakimiyyətsizlik üzündə yaranmış dəhşətli anarxiyanın hökm sürməsi, hətta bu da elə ona getirib çıxarmışdı ki, ermənilər də baş alıb gedirdi, onların terrorları, onların quldurluqları, ölkədə ticari, iqtisadi, ictimai şəraitin ən acınacaqlı durumda olduğunu da əlavə etsin. Azərbaycan Cümhuriyyətinin dövlət halında təşəkkül etməsi yalnız Azərbaycan xalqının qəhrəmanlığı kimi dəyərləndirilməlidir. Çünki Azərbaycan xalqı öz içərisindən yetişdirdiyi məhdud saylı milli kadrlarla hakimiyyətin üç qolunun eyni zamanda deməli, fəaliyyətini təşkil etməyi bacardı. Hakimiyyətin üç qolu bilirsiniz, deməli, parlament qurdular və bütün daxili deməli, hakimiyyət qurdular və bütün lazımi orqanları qurdular. Belə ki, cəmi 23 ay mövcud olmuş bu müstəqil dövlət. Belə bir qısa zaman içində milli kadrların gücü sayəsində 5 hökumət kabinesi quraraq Nazirlər Şurasının, parlamentin fəaliyyətini təşkil etdi, ölkədə ədalətli məhkəmə sistemi qurdu. Müəssislər Məclisinin çağırılması və yeni konstitusiyasının qəbul edilməsi üzərində ən ciddi iş gedirdi bu 23 ay ərzində və bu yaxın zamanlarda da hətta
yəni Rus ordusu gəlməsəydi, yaxın zamanlarda da gözlənilirdi. Ancaq Rusiya işğalı Cümhuriyyətinin mövcudluğuna son qoymaqla, Cümhuriyyətimizin mövcudluğuna son qoymaqla yanaşı, ölkədə aparılan bir çox demokratik islahatların qarşısı da deməli alındı. Bolşevikcəsinə deməli kəsdi. Azərbaycan Cümhuriyyəti artıq qeyd etdiyimiz kimi monarxiyalı müstəmləkə sistemi üzərində demokratik bir cəmiyyət qurmağı başarmışdı. Onu öz qarşısına məqsəd qoymuşdu və bunu xeyli dərəcədə bacarmışdı. Vaxtilə Stalin Cümhuriyyətinin lideri deməli Stalin Cümhuriyyətimizin lideri Məmməd Əmin Rəsulzadəyə sual vermişdi. O sormuşdu ki, bu bir il yarımlıq hakimiyyətinizin ərzində xalqa nə verə bildiniz? Məmməd Əmin Rəsulzadə ulu öndərimiz, müdrik insan cavabında belə demişdi. Çox şey verə bilmədik, amma milli azadlığın nə olduğunu başa saldıq. Az da olsa milli istiqlalı dadızdırdıq. Gerçəkdən Cümhuriyyət hakimiyyətinin bütün fəaliyyəti 100 ildən artıq müddətdə əsarət altında qalmış bir xalqı yeni bir demokratik quruluşda yaşatmağa yönəlmişdi. Əslində bu tarixi baxımdan inqilabi bir proses idi. Çünki 1000 illər, 100 illər boyunca başının üstündə monarxiya hakimiyyəti görmüş bir xalqı özünü idarəyə alışdırmaq asan bir iş deyildi. Ancaq Azərbaycan parlamentinin qısa müddətli uğurlu fəaliyyəti Azərbaycan xalqının demokratik islahatlara hazır və qadir olduğunu təsdiqlədi. Nəzərə alsaq ki, bu müddətin əsas hissəsi Azərbaycanda Türkiyə və Atlanta deməli silahlı qüvvələrinin ciddi təsiri altında keçmişdi. Antantın bilirsiniz də Böyük Britaniya, Fransa və Amerikanın qüvvələri Azərbaycanda idi. Bir zaman istər parlamentinin, istər də hökumətin nə qədər çətin vəzifələrinin öhdəsindən gəldiyini əmin ola bilərik. Ölkədə bir çox mühüm iqtisadi, siyasi, mədəni və başqa islahatlar gerçəkləşdirildi. Azərbaycan Cümhuriyyəti var olduğu 23 ayda, yəni 28 may 1918-dən 27 aprel 1920-ci il arası çox işlər gördü. Özəlliklə Müsəlman şərqində bir sıra önəmli ilklərə imza atdı. Bu ilkləri bütün Azərbaycan soydaşları, hər bir Azərbaycan soydaşı əzbərə bilməlidir. Bu dünyaya haykıracağımız bir şeydir. Azərbaycan Cümhuriyyətinə məxsus bu ilklər təkcə İslam aləmi tarixində yox, ümumiyyətlə 20-ci yüzyıl tarixində ona şərəfli bir mövqe qazandırmışdır. Bir çoxları Avropada Türkiyə Cümhuriyyətini Atatürk, Böyük Atatürk'ün qurduğun ilk cümhuriyyət deyir, bütün Müsəlman şərqində hətta qadınlara ilk səs vermə hüququnu verən bir deməli, əlbəttə bunlar Azərbaycandan sonra olmuşdur. Hətta deməli, Əhməd Cavad Türkiyədə çalışmışdır. Ondan sonra Məhəmməd Ağaoğlu Atatürk'ün deməli, ən yaxın məsləhətçilərindən olmuşdur. Yəni, Azərbaycan Cümhuriyyətini və bizim Cümhuriyyət qurucularımızla biz çox deməli qürur duymalıyıq. Bu ilklərin başlıcalarını qısaca sizə sadalamaq istərdim. Deməli, Azərbaycan Cümhuriyyəti Müsəlman şərqində ərazi adı ilə adlanan ilk modern dövlət idi. Bilirsiniz ki, Avropa dövlət tipi ilə şərq dövlət tipi çox fərqlənib və ona qədər sülalələrin adı ilə gedirdi. Yəni, dinastiyaların, sülalələrin adı Qacarlar, Afşarlar, ümumiyyətlə Osmanlı və heç vaxt ərazinin adı ilə, coğrafi ərazinin adı ilə bir çıxmamışdı. İndi ilk dəfə Azərbaycan coğrafiyası və Azərbaycan dövləti. Belə bir modern ilk dəfə oldu və bu da çox böyük əks-səda yaratdı. Məsələn, İranda çox böyük bir siyasi qıcıq yaratdı.
Azərbaycan Cumhuriyyəti Müsəlman Şərqində ilk cumhuriyyət oldu. İlk parlamentli dövlət idi. İlk çox partiyalı, demokratik, hüquq dövləti idi. Hətta indi biz Türkiyə ilə müqayisə eləsək, uzun müddət, yəni 1960-lara qədər Atatürk'ün qurduğu dövlət tək partiyalı bir ölkə idi. Bu səbəbdən də bəzi deməli anti-Türk qüvvələr oranı demokratik Atatürk'ün qurduğu dövləti deməli demokratik bir quruluş hesab etmir. Azərbaycan Cumhuriyyəti isə ilk çox partiyalı, demokratik hüquq dövləti deməli idi. Azərbaycan Cumhuriyyəti Müsəlman Şərqində ilk laik dövlət idi. Laik, yəni sekulyar dini dövlətdən ayrı tutan bir dövlət idi. Laisizm onun böyük başlıca prinsipi idi. Dövlətçilik və republikanizm və deməli laisizm ilk milli dövlət idi, nasionalizm deməli başlıca prinsiplərindən biri idi. Ümumi seçki qanunu hazırlayaraq bunu deməli 21 iyulda təsdiqləndi parlamentdə 1919-cu ildə. Kişilərlə yanaşı qadınlara da seçmə hüququ və seçilmə hüququnu bir sıra Avropa dövlətlərindən hətta illər öncə rəsmən tanınmış ilk dövlət idi. Biz bu kitabı çıxarandan sonra İsveçin özündə böyük bir əks-səda oldu. Hətta onlar başladılar ki, güya onlar da 19-cu ildə qoymuşlar. Çünki İsveçdə ilk dəfə 21-ci ildə təsdiq olundu. Qadınların səsi, biz də deyirik ki, bizim Cumhuriyyətimiz yəni 1919-cu ildə təsdiq etmişdir. Qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışma hüququnu rəsmən tanımış ilk dövlət oldu. Yəni istədikləri sahədə xanımlarımız, qadınlarımız çalışa bilərdilər bizim Cumhuriyyətimizdə. Bütün vətəndaşların dini, məzhəbi, sinfi, silki, milli və cinsi bərabərliyini rəsmən elan etmiş ilk dövlət idi. Bu qanun deməli Cumhuriyyətin deməli bəyannaməsində hətta 28 may 1918-ci ildə elan edilmişdir. Çox təəssüflər ki, Azərbaycan Cumhuriyyəti 27 aprel 1920-ci ildə Bolşevik Rusiyasının işğalına uğradı. Cumhuriyyətin bütün demokratik nailiyyətləri ən qısa müddətdə proletar diktaturasının sinfi mübarizə şüarı altında amansızlıqla ortadan qaldırıldı. Əvəzində isə uzantıları indiyədək yaşamaqda olan avtoritar və totalitar bir rejim 70 il boyunca Azərbaycan xalqına hakim kəsildi. Təsəvvür edin ki, əgər belə olmasaydı, həmin demokratik şərait davam etsəydi, 23 ildə nələr etmişdilər, bizim Türk olduğumuzu elan etmişdilər, Türkçəmizi elan etmişdilər, dəstliklər, eğitim sistemi, təhsil sistemi, sağlıq sistemi, ordu qurulmuşdu və daha nələr edilmiş. Təsəvvür edin ki, bu nəticələr, bu nailiyyətlər davam etsəydi, necə bir dövlət ola bilərdik indiyə kimi. Şükür Allah, indi də qüdrətli dövlətik, amma heç bir imperialisti, heç bir böyük dövlətdən geri qalmayan, öz sözünü deyən bir dövlət ola bilərdi. Onu da deyim ki, biz İsveçdə tarixdə ilk dəfə deməli Stockholm televiziyasında, yəni dövlət televiziya kanalında yer aldıq. Deməli, mütəmadi olaraq Azərbaycan televiziyası açıldı. 1 saatlıq proqramlar verildi. Bugünə qədər davam edir. 2 il bundan qabaq. Onun deməli prodüseri və rejissoru Rəhim Sadıqbəylidir. Stockholmda yaşayır. Və o proqramların əksəriyyəti Məhəmməd Əmin Rəsulzadə Cumhuriyyətimizin qurulmasına həsr olunmuşdur. Mütəmadi olaraq yəni bilgi veririk Azərbaycan Cumhuriyyətinin bugünü, keçmişi, ən önəmli günlərimiz haqqında. Sizin ətraflı çıxışınız üçün çox təşəkkür edirik sizə Sadət xanım. Çox sağ olun ki, bizim gənclərimizi belə bir məlumatlandırdınız. Yəni tariximizi uşaqlarımızın bilməyə çox vacibdir. Bu gündəki xüsusi bir gündür, müstəqillik günü. Bunu da hər bir
xüsusilə də xaricdə yaşayan uşaqlarımızın bilməsi çox vacibdir. Bizim bir qonağımız da var, Zaur bəydir. Biz istəyərdik ki, Zaur bəy də şairdir, eyni zamanda o da publisistdir, eyni zamanda pedaqoqdur, yəni çox fəaldır Azərbaycançılıq sahəsində, ədəbiyyat, siyasət, yəni hər tərəfli bir insandır. Biz istəyərdik o da öz fikirlərini Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bildirsin, Respublika günü bağlı ilə. Buyursun Zaur bəy. Sizə bir daha minnətdarlıq edirəm, təşəkkür edirik belə gözəl tədbiri təşkil etdiyinizə görə. Səadət xanıma xüsusi təşəkkürlər. Çox ətraflı danışdı, 18-ci ildəki hadisələr barədə tam ətraflı. Mən də istəyirəm qısa olaraq 93-cü ildə, 92-ci ildə müstəqilliklərdən danışım. Çünki həmin vaxtında bizim gənc vaxtımıza düşmüşdü və o müddətin, həmin zamanın, zaman kəsirinin canlı şahidi olmuşuq müəyyən hadisələrin. Hərbi formada qatılmağım səbəbsiz deyil. Bu forma həmən 92-93-cü illərdə qeydiyim, gənc əskər olamaq qeydiyim formadır. Üzərindəki xüsusi təyinatların nişanını Türk qardaşlarımız bizim üçün təşkil edib gətirmişdilər həmən vaxt və orada müstəqilliyimizin qorunmasında, müdafiəsində əlindən gələn dəstəyi bizə əsirgəmirdilər. Bir qısa da epizod demək istəyirəm bayrağımız barədə. İndi maşallah hər yanlar, bütün mağazinlər bayraqlarla doludur, bayrağı tapmaq hər yanda asandır. Mənim yadıma düşür ki, 93-cü ilin may ayının 14-ü bizim hərbi hissədə hərbi and içmə günü idi. Türklər bizi artıq uzun müddət hazırlamışdılar. Hərbi and içib döyüş bölgələrinə getməli idik. Bayraqların parçalarını tikdirib gətirmişdilər, ancaq direkt yaddan çıxmışdı. Həmin müddətdə, qısa müddət ərzində də bayraqlara direkt hazırlanıb. Yəni bayrağın həmin vaxtda olmağı, necə, onun sözlə heç cür təsəvvür eləmək mümkün deyil. 3 rəhli bayrağı görəndə necə həyəcan keçirirdi əskərlər, zabitlər. Xüsusi bir həyəcan vardı. Türklərin matematikası çox yüksəkdir həmin vaxt. Məhəmməd Əmin Rəsulzadəyə qədər olan şəxslər haqqında tanımalı olduğumuz, tanımamızın vacib olduğu şəxslər haqqında qısa şeirlər uşaqlara anlatmaq üçün. Yenə dedim, 4-5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş şeirlər. Mən kiməm kitabından. Tomris'di mənim adım, Araz qəlbimdə yara, çarları taxtdan saldım, düşməni çəkdim dara, sinəsi dağlı ana, öc olan sərkərdəyəm, nə qədər bu torpaq var, yaşaram, hər yerdəyəm. İkinci şeirimiz həmin kitabdan görək kim barədədir. Şübhəsiz ki, bu Babək barədədir. Babəki bizə uzun müddət üsyançı kimi tanıtsalar da, mən Babəki şəxsən bizim ilk müstəqil dövlətlərimizdən birinin hakimi, hökmüdarı, idarə edicisi kimi qəbul edirəm. Babəki belə qəbul etməliyik. Bu haqda işlər görülməlidir, bu böyüklərin işləridir. Kitablar yazılmalıdır. 23 aylıq mövcud olan bir dövləti müstəqil dövlət kimi tanıyırıq, ancaq 20 ildən artıq ərəb xilafətinə qarşı vuruşan, davam gətirən, mübarizə aparan, onu özü ilə söhbətlərə məcbur edən bir sərkərdəni dövlət başçısı kimi qəbul etmirik, həmin dövrü dövlət kimi tanımır. Mən Babəkəm, Babəkdir mənim adım, sırğa et qulağında, bir ömür xərcləmişəm, hürriyyət sorağında. Bu yurt sənə əmanət, bəz yanan ocağımdır, mayası qan lalələr, istiqlal sancağımdır. Bu da Babək haqqında uşaqlar üçün. Sonra Şah İsmail Xətai haqqında. Şah İsmail. Şah İsmail şaham mən, hökmüdaram, şairəm. Qılıncla qələm qoşa, hər alanda mahirəm. Qurşaq tutub güləşdim, yarattım zorxanalar, dost oldum alimlərə, qurdum kitabxanalar. Bu da Şah İsmail haqqında. Və sonra bizim ikinci belə böyük şəxsimiz Nadir Şah haqqında. Nadir Şah. Bugün vətən dediyin, vətəndən qalan parça, mənim tutduğum yurdu etdilər
paramparça. Tikanlı məftillərin o üzü də vətəndir. Könül sərhəd tanımaz. Çevrən ünün yetəndir. Və günümüzün səbəbkarı Məhəmməd Əmin Rəsulzadə haqqında olan şeiri sizə təqdim edirəm. Mən Məhəmməd Əminəm, Azərbaycan gür səsim. O durduqca mən sağam, Azərbaycan nəfəsim. Enməz dedim, enmədi. Həp ucalır bayrağım. Yurttaşın sinəsində dalğalanır sancağım. Minnətdaram, çox sağ olun, gözəl tədbiridir, var olun. Biz sizə minnətdarıq. Bizim Nuran var, Nuran Həsənzadə buradadır. Mən də Yaşlı Azərbaycan mahnısını ifa etmək istəyirəm. Buyur Nuran, buyur. Canımızla bağlıyız, bu torpağa bu elə sıralanıb da kimi. Gəlin verəyələrdə, canımızla bağlıyız, bu torpağa bu elə sıralanıb da kimi. Gəlin verəyələrdə, gəl bacım, gəl qardaşım, bir olaq yumruq olaq, sinəsi dallanmasın, bölünməsin bu torpaq. Gəl bacım, gəl qardaşım, bir olaq yumruq olaq, sinəsi dallanmasın, bölünməsin bu torpaq. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Ölsə ya da əyilməz, düşsə dara çətinə, bu büyüqarlıq xalqıma, qurbanam qeyrətinə. Azərbaycan əyilməz, Azərbaycan bölünməz, bir kərə qalxan bayraq, bir daha enməz, enməz. Azərbaycan əyilməz, Azərbaycan bölünməz, bir kərə qalxan bayraq, bir daha enməz, enməz. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Biz sənə çox təşəkkür edirik Nuran bu ifan üçün. Bizim bu tədbirimizə bir töhfə oldu sənin bu Azərbaycan haqqında olan ifan. Və bizim digər burada şagirdlərimiz var ki, onların da şeir töhfəsi var. İlk öncə Fidan Bayraq haqqında şeir deyəcək. Buyursun Fidan, buyur. Bir kere yükselen bayrak enməsin, məsləkindən ağlın qızın dönməsin. Vətən göylərində 8 quşəli, parlayan ulduzun heç vaxt sönməsin. Çox təşəkkür edirik Fidan. Çox minnətdarıq. İkinci bizim... İndi isə İnci. Buyur İnci. Sıra doğru giden buyur, yere gitmeyecek. Bir çay yüzse bayrak daha bir de emmeyecek. Çox sağ olun. Deyəsən Rais bəydə səs problemi həll olundu. Rais bəy, eşidirsiniz bizi? Bəli. Çox gözəl. Biz sizin səsinizi eşitdik. Bir daha Rais bəyi bizim Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan xalqının fəxri, hər birimizin qəlbində, ürəyində bir heykəl qoymuş bir insanın nəvəsi, gözəl insan, pedaqoq, rəssam Rais bəy buradadır. Rais bəy, buyurun. Bütün qonaqlarımız və şagirdlərimiz nitqinizi Çox sağ olun.
Mənim üçün şərəfdir. Sizin bu konferansda iştirak etmək böyük şərəfdir. Məhəmməd Əmin Rəsulzadə tək mənim yox, hamımızın babasıdır. Hamımız üçün doğmadır. Çox xoş hisslər keçirirəm mən bu. Yəni uzaq İsveçdən siz belə qoşulursunuz, belə tədbir keçirirsiniz və bizim balalarımızda bu vətənpərvərlik hisslərin daimi qaynaqlandırırsınız, qoymursunuz unutmağa. Yəni görürüm belə gözəl, nurani balalar oturub orada. Biri bayraq çəkib sifətində, biri bayraq önündə. Hamısı belə çox qürurla da iştirak edirlər. Sizə özlərim minnətdarlığımı bildirirəm. Ramil bəyə də mənim salamlarımı söyləyərsiniz. Bütün bu İsveç icmasına, tanışlara salamımı söyləyərsiniz. Belə gözəl tədbir üçün yenə də sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Bəli, bizdə Norveçdə tədbiri təşkil edir, amma bizim İsveçdən də çox hörmətli qonaqlarımız var. Bizdə Norveçdə Azərbaycan məktəbimiz var, Nizami Gəncəvi adına. Uşaqlara Azərbaycan dilini tədris edir. Eyni zamanda Azərbaycan tarixi, ədəbiyyatı haqqında da bilgilər verib uşaqlarımızda vətənpərvərlik ruhunu yüksəldilməsi yolunda da bir sıra işlər görürük. Amma bizim İsveçdən də bizim çox hörmətli Saadət xanım var ki, o ilk çıxış elədi, yəni o gözəl çıxışı ilə bizi məlumatlandırdı. Amma Rais bəydən biz tarixi faktlardan yox, xatirələr danışmasını istəyəcəyik. Yəni mənim Rais bəyin çox sevdiyim və çox bir neçə yerdə söylədiyi atası ilə bağlı bir xatirəsi var. Tar xatirəsi Azər bəylə, Azər bəyin tar haqqında. Yəni bu mənə və digər qonaqlarımıza da çox maraqlı ola bilər. Bu xatirənizi bir daha eşitmək istəyərdik sizdən. Günay xanım, uzaqdan səs gəlir, yaxşı eşitmirəm. Eşidir. Sizin atanızı bəli sürgünə gedəndə özü ilə apardığı bir tarı olub. Tarı, musiqi aləti olub ki, o bugün də sizdə yaşayır. Yəni bununla bağlı sizin bir maraqlı, həm maraqlı, eyni zamanda bir də ürək sıxıcı bir hadisədir bu. Yəni tarı özü ilə aparması. O tar onun bir həmdəmi olub. Bəlkə də bir vətən sevgisini ona yaşadan qəlbində yaşatmaq üçün bu musiqi alətini özü ilə aparıb. Yəni maraqlı olardı bu xatirəni danışsanız. Deməli, mən tarixdən də bəllidir. 1937-ci ildə yağışlı bir noyabr ayında gəlmişdilər ki, bəs sizi sürgün eləyirik, həbs olunursunuz, sürgün eləyirik. Bütün evin əşyalarını müsadirə elədilər. Ailəmizi də mənim deməli nənəmi, Rəsulzadənin Maral xanım analığını, atamı, onda əmimi artıq güllələmişdilər. Yəni həbsdə idi, 38-də güllələdilər. 37-nin axırı, 38-in əvvəli. Və atam tar çalırdı. Yəni, xahiş elədi ki, ağlaya xahiş elədi ki, heç olmasa icazə verin, o tarı aparır özüm üçün. Onu dərdələ gətirdilər, tarı icazə verdilər aparmağa. Bunları əvvəlcədən deməli Bayıl türməsinə apardılar. Orada mənim kiçik bibim Xalidə xanım etirazını bildirdi ki, biz burada qala bilmərik. Burada kişilər də var. Yəni qadınlar hamısı bir yerdə bir qala bilmərik. Bizi ayrıca bir yer ayırın və onları apardılar Gəncə türməsinə. Bir ay Gəncə türməsində qaldılar. Sonra da bir aydan sonra Gəncə türməsinə də deməli Azərbaycanın çox yerlərindən sürgün olunanları toplayırdılar. Və sonra da o taxta vaqonlara doldurub 28 gün, bir aya yaxın yol sürürdülər uzaq Qazaxıstana, deməli Qazaxıstanın quru yerlərinə, yəni ekoloji baxımdan çox yaxşı olmayan yerlərinə
Bəzilərini Sibirə göndərdilər, bəzilərini Cənubi Qazaxstana göndərdilər. Bizimkiləri əvvəl göndərdilər bu Aral dənizi, dəniz deyirlər. Böyük göl olduğu üçün hərdən dəniz deyirlər. Aral gölün ətrafındakı yerləşən Çolaq Qurğan bir belə qəsəbə var, şəhərcik var. Oradan da vaxtilə orada yerli cəmaatı sürgün eləmişdilər Sibirə. Orada həmən yerdə deməli Almanlar da Volqa sahillərindən sürgün olunmuş Almanlar da məskunlaşırdı və Maral xanım Rəsulzadənin deməli analığı ora çatanda o mömin bir qadındır. Yəni yolda gedəndə yəni müsəlman olduğundan bunların verdiyi yeməklərdən zaten imtina elirdi bu hökumətin. Ancaq bir tikə qəndi suya batırıb onu bir də su içirdi üstündən. Amma yerə gəlib çatılandan sonra, məşğullaşdığı yerlərə çatılandan sonra oraya yeyəndə onda mədə ağrıları baş verdi və orada olan həkimlərdən Alman qadını bir həkim vardı, gəldi, baxdı, dedi ki, artıq bu uzun müddət ac qaldığından və sonra bir tikə çörək yediyinə görə bu mədəsi qəbul eləmir və onu xilas eləmək mümkün deyil. Onu atam elə yadıma salırdı ki, o vaxt orada elə özəlləri ilə yəni, məzar qazıb donmuş bir torpaqda onu orada bastırdılar. Yəni bir Qazaxların arasında mollaları sürgün eləmişlər. O azdan çoxdan Quranı bilən bir nəfər də tapmışlar ki, onun deməli namazını oxudu və onu bir yerdə bastırdılar. Yəni bu sonra da belə oldu ki, bunlar yerlərin değişəsi oldular. Cənubi Qazaxstana gedəsi oldular. Çünki orada yaşamaq mümkün deyildi. Həmən bu Çolaq Qurğanda yaşamaq mümkün deyildi. Həmin yerlər elə indiyənəcən də yenə yaşayış üçün çox belə yaraşıqlı yerlər deyil. Və yerlərini dəyişdilər Cənubi Qazaxstana. Yəni Talı Qurğan vilayətinə, indi Almatı vilayətidir. Orada Kirov adına qəsəbədə orada yerləşdilər. Atam o darı daima həmişə özü ilə gəzdirirdi. Yəni həmişə Azərbaycan darıxanında eləyəndə o darını səsləndirirdi və yaxud bir yerə sizdə weekend deyirlər. Weekendəcə də həftə başı çıxanda eləyəndə o həmişə özü ilə aparırdı. Səhrada, çöldə və gölün qırağında və çayın qırağında səsləndirirdi. Və o darın başqa bir maraqlı tarixçəsi də vardı. Atam hələ Bakıda olarkən o darı çalanda onun ölən məhəlləsində deməli bir məşhur tərzən Azərbaycan məşhur tərzəni yaşayırdı. Anası gəlmişdi ki, Bəs Xəzər onu da öyrətdi. Onu da öyrət, böyük meyillidir tay çalmağa. Biz ona tarlalar. Haradasa bir aya yaxın atamın yanına gəldi və atam ona tarın sirlərin, yəni tar çalmağı öyrətdi. Və o sürgündən sonra, qayıdandan sonra deməli, Aydın Məmmədov məşhur tarzəndir. Sürgündən qayıdandan sonra deməli, Hacı Məmməd. Sürgündən qayıdandan sonra qayıdanda yox, arada bir o sürgündə olanda Bakıya gəlib Gizdin gəlib və Bakının gəzintisi vaxtı bir də gördü, rast gəldi Hacı Məmmədova. Uzaqlaşdılar, üstü deyir, sən də Azər müəllim, mənim birinci müəllimimsən.
indi artıq mən məşhuram, tərzənəm, yəni xalq artistiyəm, hər yerdə mənim adım səslənir, mənim deməli ifam nümayiş etdirilir və mən sənin üçün hədiyyə eləmək istəyirəm sənin üçün çalam. Onlar da yaxında bir kinoteatr vardı. Getdilər kinoteatra, seans başlamaqdan qabaq Hacı müəllim çıxdı səhnəyə və elan etdi ki, mən ilk müəllimə rast gəlmişəm və istəyirəm onun üçün ifa eləyəm. Və onun üçün Bayatı Şirazı ifa elədi. Bayatı Şiraz, deməli bizim muğamlarından olan o Bayatı Şirazı atam ən çox xoşladığı muğamlardan biriydi. Həmişə tarih o Bayatı Şirazı kökləyərdi. Yəni bu dar deməli onu müşahidə elədi ömrü boyu. 56 il sürgündə qaldı və o 56 il həmişə dar onun yanındaydı və onun ən yaxın dostuydu və vətəninin rəmzi idi. İndi o rəhmətə gedəndən sonra onu gətirdi Bakıya, dəfn elədi və o tarı müəyyən zədələr almışdı. Mən apardım konservatoriyada, bizim Milli Konservatoriyada onu bərpa elədi. Yəni, biraz ustalar əl gəzdirdilər üstündə. Bu məsələdə də indiki məşhur tərzənimiz, xalq artisti Ramiz Quliyev deməli, böyük zəhmət olub. Ramiz müəllimlə biz dostuq. Və o tarın təqdimatın, yenidən olan təqdimatın biz Milli Konservatoriyada həm müəllimlər, həm tələbələr kollektivi qarşısında təqdimatını keçirdi. Və sonra da Ramiz müəllim həmin orada onun ən çox sevdiyi Bayatı Şirazı ifadə elədi. Və arzu elədi ki, böyük konsertlərdə deməli, milli alətlər səslənən bir yerlərdə həmişə bu tarıdan da tarın səslənsin və bu tardan da istifadə eləyək. Yəni, beləliklə də rəmzi olaraq atamın da ifası orada səslənsin. Bu tar indiyəcə məndədir. Allah qoysa indi Rəsulzade müzeyi olandan sonra orada öz yeri tapacaq. Dar məsələsini bu qədər. Çox sağ olun, çox minnətdarıq sizə. Mənim ikinci bir sualım sizə, siz son İclas filmində babanızın obrazını canlandırmışsınız. Türkiyədə çəkilib bu film. Yəni, siz babanızı görməmişsiniz, siz onun haqqında nənənizdən eşitmişsiniz, onun bir tarixi şəxsiyyət olduğunu oxumuşsunuz. Yəni, belə bir, necə bir his yarandı sizə bu təklif gələndə, bu obrazı canlandırmaq? Çox maraqlı olardı bizə bu təəssüratlarınız. Və bu rol oynadıqca siz hansı hissləri keçirirdiniz? Təbii ki, yəni bu işlər, elə uşaqlıqdan, yəni yeni eğitim dövründə məndə var idi. Evdə olan söhbətdən, yəni danışıqlardan, tarixin gedişatından, ailəmizin tarixindən, tarixçəsindən mən hadisələri bilirdim. Daha sonra da bu orta məktəbi bitiriləndən sonra, ali məktəbə daxil olandan sonra Azərbaycan tarixini dərindən mütaliə etdiyindən mən gördüm ki, mesela Rasulzadə o Sovet dövründə onun adını çəkmək belə qadağandır. Qorxurdular onun adından ki, bu belə adi insanlardan deyildi. Çünki o da böyük bir nəhəng siyasətçilər, Lenin kimin siyasətçilər o Sovet hökumətin, Sovet Rusiya hökumətində inqilab yaradan və Sovet hökuməti vuran Lenin yazırlar ki, tarixdə sitat gətirirlər ki, Lenin belə deyirdi, inqilablar haqqında, Şaurman belə deyirdi, Rəsulzadə isə belə deyirdi. Yəni, müqayisəli bir anlar var
Bəs nə qədər Rəsulzadənin adını gizlətsələr də, onu yada salmaq istəməsələr də, Rəsulzadə tarixdə öz böyük nəhəng bir yerini tutub və onu tarixdən silmək mümkün deyil. Bu əmrdən də gələn məlumatlar, yəni elementlər, təbii ki, onlar hər şey öz yerin, öz rolunu oynayır və onun o milli mövqeyi, onun yazıları, onun arzuları, bunların hamısını nəzərə alaraq belə bir obraz yaratmaq mümkün olur. Çox sağ olun, minnətdarıq edib. Biz çalışacağıq ki, sizin o filmdə oynadığınız həmin o kadrdan bir göstərək uşaqlarımıza. Sağ olun, mən bu deməli 18-ci ildə sizdə burada İsveçdə də oldum, Stockholmda oldum. Burada da biz tədbir keçirdik. Yəni, yubiley ilə əlaqədar, Cumhuriyyətin 100 ili ilə əlaqədar tədbir keçirdik və çox maraqlı alındı. Amerikada da bu tədbiri keçirdik, Türkiyədə də keçirdik. Yəni belə Rəsulzadə artıq bütün dünyada tanınır. Rusiyada, başqa ölkələrdə, Rusyada onun adı ilə bağlı konferanslar keçirirlər. Biz indi o filmdən həmin o epizodu izləyəcəyik birlikdə. Sağ olun. Bir də onu demək istəyirəm. Bu bizim gül balalarımıza can sağlığı arzulamaq istəyirəm. İsveç çox gözəl ölkədir, çox sayda ölkədir. Deməli, yəni sağlam demək istəyirəm. Gözəl ölkədir, sağlam ölkədir, azad ölkədir. Yəni, amma bununla yanaşı Azərbaycan dilində mükəmməl öyrənin, Azərbaycan ədəbiyyatını mükəmməl öyrənin, Azərbaycan tarixini mükəmməl öyrənin. Yanaşı, yəni hər an deməli, nə qədər qloballaşma olsa da əsas amil bizim milli amillərimiz üstünlük təşkil edir. Onun əsasında bütün işlər özü qurur. Azərbaycan Cumhuriyyəti niyə süqut etdi? Məhəmməd Əmin Rəsulzadə bu sualın cavabını sonralar məqalələrində verəcəkdir. Çar hökuməti sədaqəti daim şübhə altında olan müsəlmanlara silah vermək istəmirdi. Ordunu ordu edən zabitidir. Bizim bu məsələdə böyük çatışmazlığımız var. Çarizm dövlət qulluğuna müsəlman məmurlar götürmürdü. Ona görə də kifayət qədər məmur mütəxəssislərimiz yox idi. Ermənilərin, gürcülərin illərdən bəri məktəbləri fəaliyyət göstərirdi. Müsəlmanlara isə belə imtiyaz verilməmişdi. Onu da unutmaq olmaz ki, Azərbaycan Cumhuriyyətinin fəlakəti daxili üsyanlardan ziyadə xaricdən gələn təcavüzkar bir qüvvənin təsiri ilə baş vermişdi. Milli Azərbaycan hökuməti az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən məni edilən Azərbaycanda bir ordu yarattı. Çarlıq zamanında dövlət idarəsinə yaxın bırakılmayan Azərbaycanlılardan zabitə və əmniyyət qüvvətləri vücuda getirdi. Sosyal sahədə əsaslı islahata girişdi. Kəndçilərə toprak vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı öz ana dilində oxutmağa başladı. Türkçəni dövlətin rəsmi dili elan etdi. Orta və ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində xalq nümayəndələrlə cavabdeh bir hükümət usulü idarəsi yarattı. Hakimiyyət Millət Meclisinin əlində idi. Parlamentdən etimad almadıkça heç bir hükümət iç başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. Deyərdi ki, bu rolu siz çox məharətlə oynamışsınız. Yəni çox insanı bu filmə baxdıqca insanda qəribə bir belə hisslər oyanır. Siz babanızla da oxşarlığınız da var.
Çox gözəl alınıb sizdə bu iş. Çox Sağ ol, sağ ol. Bəli, Rəis bəy kimi heç kim oynaya bilməzdi bu rolu. Oynaya Nə bilməzdi. yaxşı ki, özünüz oynamısınız. Onun bir maraqlı tarixçəsi var. Günün bir günü zəng elədilər ki, biz Rais müəllim bu media forumu var, oranın binası. Biz sizi dəvət eləyirik. Qərara gəlmişik ki, biz sizi Rəsulzadə rolunda çəkək. Sonra məlum oldu ki, o deməli bu təşəbbüs Arzu Əliyevanın təşəbbüsü ilə bu film çəkilib. Onun prodüsörüdür. Və mən dedim, mən ssenari oxumadan mən iştirak edən deyirəm. Sonra dəvət elədilər, getdim, ssenari oxudum, gördüm ki, çox belə obyektiv, maraqlı, belə həqiqi də, həyatı ssenaridir. Razılığını verdim və dedilər ki, bir neçə nəfəri deyir, biz bu problemləmişik, alınmır, amma qərara gəldi ki, sizin üzərinizdə də, yəni siz canlandırasınız obrazı. Bu artıq ikincidir. Birinci dəfə, birinci filmdə deməli, Zaur Məhərrəmovun bir filmi vardı, Əzablı Yollar, deyəsən, elə adlandı. Çoxdan bir 20 il, neçə il bundan qabaq. Və o filmi göstərdilər, onda Stalinlə əlaqələr, səhnəcilər vardı, Rəsulzadənin cavanlığı idi. O film hal-hazırda Türk dünyasının araşdırma fondu var, rəhmətli Turan Yazgan yaratdığı onların fonundadır. Azərbaycan televiziyasında da göstərmişlər. Və buradakı bir-iki qrimdən sonra, doğrudan sonra təsdiq elədilər, dedilər ki, bəs siz yarayırsınız, sizi çəkəcəyik, mütləq sizi çəkməli. Mən də razı oldum. Deməli, 4 gün ərzində biz İstanbulda bu filmi çəkdik. Mən demiş, nə üçün İstanbulda? Onda deyir, o İstanbulun da elə küçələri vardı ki, yəni uyğun gəlirdi bu dövrə. Orada belə bir çox, yəni səmimi yanaşırdı da çəkiliş qrupu. Təsəvvür edin, səhər-səhər sakinlər yatıb, kiminsə qapısına zəng basılır. Siz çıxırsınız, sizə deyirlər, o maşın, pəncərənin altındakı maşın sizindir. Bəli. Onlar maşını çəkəcək saat 8-də, səhər tezdən. Nə məsələdir? Biz film çəkəcəyik. Burada belə bir müasir elementlər olmamalıdır. Və yaxud yeni bir güldandır. Orada mən nə bilim nəsə bitir, ağaçdır otar. Və yaxud dekorativ bir bitki dizatı. Onu daşır küçənin tərəfinə. Bütün maşınlardan təmizləyirlər küçələri. Ki, bəs inandırıcı olsun da, yəni bu gün yox, 20-ci əsrin əvvəllərinə uyğun gəlsin. Orada 4 gün biz planlaşdırmışdıq ki, 2 gün çəkiləcək film, 2 gün, amma problemlər yaranırdı da, işlədikcə problemlər yaranırdı. Və məcbur olduq 4 günün 4-ü də səhərdən axşama kimi bu film üzərində çalışaq. Hətta belə onlarda da bizdə misal üçün dəniz kənarı park olduğu kimi o şeydə də adında İstanbulda da elə bir yer var, onlarda da Qız Gülləsi var. Onun ətrafında çəkiliş aparırdı. O hali də çoxdur. Oradasa havalar isti keçirdim. Plaş keçirdim, şlapa, plaş. Çox çətin belə isti havada cəmaat da toplaşır. Baxırlar nədir, nə məsələdir. Dilara izah eləyəndən sonra hamısı lentlə belə ərazini bağlamışlar ki, bəs çəkiliş gedir. Onlar çox belə maraqla və sevgi ilə yanaşırlar bu hadisələrə. Amma elə vardı, elə epizodlar alınmırdı, görsən, alınmırdı. Bir neçə dəfə təkrar, o ssenaride yazılan kimi bir neçə dəfə təkrar
eləməyə məcbur qaldıq, yenə də alınmırdı. Onda mən təklif elədim ki, babam mənimdir. Onun keçirdiyi işləri mən yaxından bilərəm, mən dəqiq duyarım. Mən istədiyim kimi hərəkət edeyim. Mənə razılaşdılar. Və o epizodlar çox gözəl alındı və hamısı təsdiqlədi, yəni alqışladı onu və nəticədə belə bir inandırıcı bir. Çünki onda mən özümü babamın yerinə qoydum və təsəvvür elədim ki, hansı işləri o keçirə bilər. Çünki onun məktublarını oxumuşdum. Öz dostlarına yazdığı məktubları oxumuşdum. Nənəmə yazdığı məktubları oxumuşdum. Ümumiyyətlə baş verən hadisələri mən içəridən bilirdim, duyurdum. Biz sizə minnətdarıq. Bizim burada Norveçdə gənc və istedadlı bir rəssam var, Səlim Abbaszadə. O da Məmməd Əmin Rəsulzadənin portretini çəkib. İstəyərdi Səlim onu təqdim eləsin. Buyur Səlim. Hamıya salamlar və buradadır. Çox sağ ol Səlim. Çox gözəl. Buyurun. Əllərin var olsun, sağ ol. Əllərinə sağ ol. Çox sağ ol. Və burada bizim uşaqlarımız var ki, onların görüşümüz yekunlaşmaq üzrədir. Ancaq biz uşaqları dinləməsək, onlar çünki çox böyük maraqla hazırlayıblar bu şeirləri. Çox istəyərdik ki, onların ifalarını eşidək. Buyurun uşaqlar. Atım addımları, addımları, gün gələ, ola bizə siz boyda, onda görərsiniz kimin, nəçi, biz müstəqil Azərbaycan gələcəyik. Yorulmadan aranı dağı, seyir etdim ən ucqar çəməni bağı, heç vaxt qınamadım zamanı çağı, çox bulaq başında üzüm var mənim. Od ürəkli, od nəfəsli diyarımsan, ocağına canım qurban Azərbaycan, əzilsən də əyilməyən vüqarımsan, bıçağına canım qurban Azərbaycan, savaşlardan alnı açıq çıxan zaman, tarixlərə bağışladın neçə qurban, hər qonşuda bir parçası əsir qalan, torpağına canım qurban Azərbaycan, neçə gizli sərvət yatır qucağında, neçə ölkə od aparır ocağından, azadlığın ağ rəmzi var bayrağında, bayrağına canım qurban Azərbaycan. Sağ ol, sağ ol, yaşa. Sağ ol, çox sağ ol. Çox sağ ol Nuran, çox minnət. Əvvəla hər kəsi salamlayıram. Bu tədbirdə iştirak etdiyim üçün çox xoşbəxtəm. Mən indi isə sizə Baba Vəziroğlunun Vətən şeirini təqdim edəcəm. Baba Vəziroğlunun Vətən şeiri. Sabaha yol gedən bu gəmi bizim, onun hər sevinci, hər qəmi bizim. Duyğusu, vurğusu vətən adlanır. Bu döynən, bir yerdə döynən bu qəlbimiz. Vətən bir günəşdir, biz də zərrəsi. Vətənsiz eyləmə Tanrı heç kəsi. Torpağı, vətəni sevənlər üçün bəlkə də fırlanır bu yer kürəsi. Vətən yan deyəndə alışaq gərək, vətən can deyəndə barışaq gərək. Bir vətəndaş kimi biz özümüzdən vətən üçün nə etdik soruşaq gərək. Vətən elə altdır, keçilərmi heç? Vətən bir zirvədir, keçilərmi heç? Taleyin, qismətin yazısıdır bu, anadır, vətəndir, seçilərmi heç? Sənsən ən müqəddəs adımız, qanımız vətən. Sənin dar günündə dost düşmən, bilinir doğmamız, yadımız vətən. Üç rəngli bayrağın günəşlə qoşa, azad Azərbaycan, var ol min yaşa. Sağ ol. Sağ ol, çox gözəl, çox gözəl ifa elədin. Aferin. Çox sağ ol. Minnətdarıq sənə Aydan. Aferin Aydan. Torpağın üstündə kölgələr salan, mənim varlığımı, kilası bayraq, zəfərdən doğulmuş, köy Türkdən qalan, qurtbaşlı bayrağım, balası bayraq, üç rəngli bayrağım, kölgəsində mən,
Qaraca torpağım, vətən görmüşəm, bayraq işığına bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim. Bayraq öz yurduma, öz hakimliyim. Çok sağ ol. Çok sağ ol. Çox sağ ol. Çok sağ ol. Çox Harda əcdadımın ayak izi var. Bu zəfər bayrağım orada dikəlsin. Keçdiyim yerdə dağlar, yamaçlar onun huzuruna salama gəlsin. Tarixdən qədimdir, zamandan qoca. Mənim bayrağıma sancılan hilal. Aləmə nur saçdı tarix boyunca. Məbədlər başına tac olan hilal. Bayraq mənliyimdir, bayraq kimliyim. Bayraq öz yurduma, öz hakimliyim. Daim ucalasan savaş günündə, əskər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə, səni alqış üçün əylən görüm. Sağ ol. Çox sağ olun. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirik. Belə bir vətənpərvər ruhunda belə bir şeirlər söylədiniz. Çox sağ olun. Minnətdarıq sizə. Bizim burada bizə qoşulan kitabxanaçı xanımlarımız var. Aytən xanım var, Kəmalə xanım var. Biz onlarla əməkdaşlıq edirik və onlar da Azərbaycan mədəniyyətinin, tarixinin təbliğində böyük rol oynayan kitabları bizə sevdirən insanlardır. Bəlkə onların da bir sözləri var Rais bəyə, qonaqlarımıza. Buyura bilərlər. Salamlayıram hər birinizi. Çox şad oldum, qürur duydum. Yəni belə yaxından tanımağa, əlavə məlumatlar almağıma çox şad oldum. Uşaqlara da uğurlar arzulayıram, hər birinizə də. Məmməd Əmin Rəsulzadənin ruhu şad olsun. Nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan var. Məmməd Əmin Rəsulzadə həmişə yaşayacaq, o bizim könlümüzdədir. Onun qarşısında, onun ruhu qarşısında baş əyirəm. Çox sağ olun, təşəkkür edirəm. Minnətdarıq. Çox sağ olun. Mən də sizləri salamlayıram. Vətənpərvər verilişə görə, tədbirimizə görə hamımızı salamlayıram. Bu günümüz, bayramımız mübarək olsun. Əslində 28 may üçündür. Sadəcə bu günə təsadüf eləyib. Mənim nitqim var idi. Çox maraqlı, ətraflı çıxış elədiklərinə görə məndən öncəki natiqlər həmin çıxışa ehtiyac qalmadı. Sadəcə mən Rais bəyə, Məmməd Əmin Rəsulzadənin nəvəsinə ürək sözlərimi deyə bilərəm ki, bizə bu gözəl günü yaşatdığı üçün, tariximizdə bu şanlı səhifəni yazdığı üçün Məmməd Əmin Rəsulzadəyə sonsuz dərin minnətdarlıq hissini bildirməyə borcluyuq. Ruhu şad olsun. Bizlər onu hər an daima qürurla anırıq. Sonda nitqimi onun Sovet imperiyasından gizlənərkən Lahıcda yazdığı Əsrimizin Siyavuşu, əslində Əslimizin Siyavuşu essesi elə həmin günkü, həmin vaxt aktual Azərbaycan üçün idi. Onun belə bir kitabı var. O kitabı istəyirəm ki, sizlərlə bölüşüm. Və həmin məqamı oxuyanda mən çox qürurlandım. Həmin əsərdə Məmməd Əmin Rəsulzadə Firdosinin Şahnamə əsərindən təsirlənib yazmışdı. Əsərdə Rəsulzadə belə söyləyir, xitab eləyir. Evet, ey vətəndaşlar və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik, ey əsrimizin Siyavuşu, böyümüş oğlu, sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu müşkilatla ucaldaraq dedi ki, bir kərə yüksələn bayraq bir daha inməsin. Çox sağ olun. Diqqətinizə görə sağ olun. Çox sağ olun. Allah razı olsun. Allah can sağlığı versin. Ailə səadətli. Yəni, həmin o çıxışı eləmək vaxtı olardı. Çünki ən gözəl çıxışı, ətraflı çıxışı Səadət xanım elədi. Məndən əvvəlki xanım Aytən xanım elədi. Zaur Ustac, uşaqlar həqiqətən də çox gözəl sərgilədilər vətənpərvərlik hissləri. Mən sona qaldığına görə belə mən ən azından bununla yekunlaşdıraram ki, başqa cür bu hissi bildirmək başqa cür necə ola bilər? Çox sağ olun. Hamınızın təşəkkürümü bildirirəm. Uzaq olsanız da hamınız ürəyimdəsiniz, yaxındasınız. Çox sağ olun. Hamımızın bayramımızı təbrik edirəm. Salam və əziz görüş iştirakçıları, Saadət xanım, Zaur bəy, Rais bəy, etdiyiniz çıxışlara görə təşəkkür edirəm və başqa iştirakçılar.
Bəli, biz Norveçdə fəaliyyət göstərən Nizami Gəncəvi adına həftə sonu Azərbaycan Dili Məktəbinin bugün qonaqlarıyıq və Azərbaycan Dili Məktəbimiz Azərbaycan dili olsa da eyni zamanda Azərbaycan mədəniyyəti və gördüyünüz kimi Azərbaycan tarixi haqqında da bir sıra layihələr həyata keçirir və məqsədimiz təbii ki, Norveçdə doğulan və Norveçdə yaşayan Azərbaycanlı uşaqların Azərbaycan dilində danışmasını təmin etmək və eyni zamanda onların milli vətənpərvərliyi ruhunda böyütməkdir və bu səbəbdən də məhz 28 may Azərbaycan Respublika gününün tarixi önəmi çox böyükdür və düzgün qeyd etdiyiniz kimi biz Azərbaycan tarixinin şanlı dönəmini gənc nəslə çatdırmalıyıq və onları vətənpərvərlik ruhunda böyütməliyik. Bu baxımdan mən bugün Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarını dərin hörmətlə yad edirəm, onlara Allahdan rəhmət diləyirəm və həqiqətən də tarixin o cür mürəkkəb bir dövründə demokratik düşüncəli, geniş dünya baxışlı bir ziyalılarımızın olması və məhz bu ziyalılarımızın ilk Azərbaycan Demokratik Dövlətinin əsasını qoyması və bugün də Azərbaycan Respublikası 70 illik bir deyək ki, fasilədən sonra həmin o irsin, həmin o dövlətçiliyin varisidir və 44 günlük Vətən müharibəsi də onu göstərdi ki, Azərbaycan sərhədləri içində yaşayan vətəndaşları bu torpaq üçün ölməyə, canından keçməyə hazırdır və ölməz qəlbimizdə daim yaşayan Məmməd Əmin Rəsulzadənin söylədiyi kimi bir kərə yüksələn bayrağı bir daha enməsinə icazə verməzlər. Rais müəllim, sizinlə mən görüşü xatırlayıram. 2009-cu ildə biz sizin emalatxananızda qonağınız olduq. Mən həqiqətən də o görüşün təəssüratlarını bugün də daşıyıram və düşünürəm ki, bu böyük bir dahi bir insanın biyoloji varisi olaraq bugün bizə qatılmağımız bizim üçün həqiqətən də böyük bir sevincdir, böyük bir şərəfdir. Eyni zamanda gənclərimizin, gördüyümüz bu uşaqlarımızın Məmməd Əmin Rəsulzadə haqqında vizual bir görüntünü, vizual bir obrazın yaranmasında böyük xidmətlər göstərir və eyni zamanda Səadət xanıma mən böyük təşəkkürümü bildirmək istəyirəm ki, çox geniş və tədqiqat cəhətdən çox dəyərli bir məlumatları bizi ilə bölüşdü. Mən sizi alqışlayıram Səadət xanım və fürsətdən istifadə edib bu sualı da vermək istəyirəm ki, sizin tərtib etdiyiniz o kitabı necə əldə edə bilərik? Mən düşünürəm ki, Norveçdəki siyasətçilərlə Norveçdəki digər əməkdaşlarımıza vermək üçün ən gözəl bir hədiyyədir. Eyni zamanda Azərbaycan tarixinin zənginliyini göstərən bir sənəddir. O kitabı necə əldə etmək haqqında bizə bir məlumat verərsiniz sonra və böyük məmnuniyyətlə biz o kitabı almaq istəyirik. Eyni zamanda tədbirdə iştirak edən uşaqlarımıza təşəkkür edirəm. Bildiyiniz kimi Nizami Gəncəvi adına həftə sonu məktəbimiz Azərbaycanda olan tələbələrlə şagirdlərlə daim əlaqədədir. İrana müəllimənin rəhbərliyi ilə bir qrup tələbə ilə məktəbimizin dostluq körpüsü yaradırıq və məqsəd odur ki, bizim tələbələrimiz bildiyiniz kimi Norveçdə böyüyüb yaşadıqları üçün Azərbaycan dilini səlis və Azərbaycan dilini uşaq dilindən eşitməsi imkanlarını onlara yaratmaq istəyirik. Bu baxımdan da Azərbaycanda olan tələbələrin söylədiyi şeylər bizim tələbələrimiz üçün böyük bir motivasiyadır. Mən bir daha 28 may münasibəti ilə, qarşıdan gələn 28 may Respublika günü münasibəti ilə sizləri təbrik edirəm və bu Respublikanın qurulmasında kiçik və böyük zəhməti keçən bütün əcdadlarımıza, babalarımıza, nənələrimizə dərin
dərin hörmətimi, dərin saygımı bildirirəm. Təşəkkür edirəm. Sağ olun. Sağ olun. Çox təşəkkür edirik çıxış üçün. Çox sağ olun. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirik. Saadət xanım deyəsən nəsə demək istəyir. Buyurun Saadət xanım. Çox təşəkkür edirəm Günay xanım, yenə söz verdiyiniz üçün. Ramil bəyin sualına cavab verir. Rais bəy, mən çıxış edəndən sonra gəldi. Rais bəy, sizi görmək bizim üçün böyük xoşbəxtlikdir. Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr olmuş, deməli, İsveçdə, Stokholmda və Göteborgda keçirdiyimiz konferansları bir qeyd etdiniz. Bəli, o proqramın təşkilatçısı və deməli, təşkilatçılarından biriyəm və təşəbbüs yaradanlardan biriyəm və aparıcısından biriyəm. Həmin dövrdə biz bu kitabı deməli yazdıq və çap elətdirdik və bu kitab çox deməli keyfiyyətli bir kitabdır. Azərbaycan Cumhuriyyəti haqqında bir neçə kitablar yazılmışdır. Avropada bu ilkdir, olmamışdır, hələ də yoxdur. Hər tərəfli deməli Azərbaycan Cumhuriyyətinin qurulmasını anladır. Yəni böyük çərçivədə anladır Qafqazın durumunu, Rusiya imperiyasını, Seymin yaradılmasını. Hətta o qədər cürətli kitabdır ki, Avropalıların özünə deyir ki, yəni ki, bilirsiniz, İngilislərin Azərbaycanda olmasını, Bakının qurtuluşunu, İngilislərin deməli Azərbaycana borclu olmasını, hətta deməli ermənilərin törətdiyi soyqırım. Bu kitabda çox-çox böyük mətləblər anlatılır. Və bu kitabın necə əldə edilməsini sordunuz. Mən linkləri sizə göndərə bilərəm. Amma özünüz də adını yazmaqla, bunlar həm İngiliscə var, həm İsveçcə var. Norveç, İsveç o qədər çox fərqlənmir, yəni orada da mümkündür İsveçdə bilən. Mümkündür bu kitabları, Rusçası da var və çox gözəldir həm də ona görə ki, bir daha burada deməli Cumhuriyyət qurucularımızın rəsmləri, onların foto sənədlər, bayrağın bir sənəd olması, burada çoxlu sənədlər var. Cumhuriyyət qurucularımızın sənədləri bir daha sistemə düşməsi, yəni Avropa sisteminə düşməsi, çox böyük qiymətləndirməliyik bunu. Onların şəkilləri əbədiyyətə bu tərzdə düşməsi çox böyük bir işdir. Hətta onu sizə deyim ki, mən də linkləri göndərə bilərəm, amma açıqdır, hər yerdən sifariş vermək olar. Hər bir, deməli, Avropadakı hər bir Azərbaycan təşkilatları onları çoxlu sayda alıb yaymalıdır. Onların, deməli, onun içindəki bütün mahiyyəti anlatmalıdır. Gənclərimiz də oruqda böyüməlidir. Və dediyim kimi Stockholm televiziyası üçün çəkdiyimiz filmlər də çəkdik biz Cumhuriyyətin haqqında, Cumhuriyyəti anladan. Ayrıca bir film, Məmməd Əmin Rəsulzadəni anladan filmlər də elə dünya səviyyəsində ilkdir, tarixdə ilkdir və çox səviyyəlidir. Onlar YouTube-da var, onlardan da istifadə edin mütləq. Çünki İngiliscə, İsveçcə və bir neçə film türkcə, onlar da çox düşünülmüş və belə bir film Azərbaycanın üzündə yoxdur. Yəni, həm tarixi bir yerə yığmaq, əsas məqamları ortaya qoymaq və bugünkü, yəni ki, zamana uyğun konuşmadır onlar. Ssenarisi mənəm və deməli, prodüser və rejissor o filmlərdə Rəhim bəy Sadıq bəylidir. Azərbaycan və Türkiyədən filmlərin qurulmasında yardım almışıq, amma Stockholm televiziyası üçündür, bu İsveç televiziyası üçün. Yəni Avropa psixolojisini nəzərə alan bir filmlərdir. Təşəkkür edirəm söz verdiyiniz üçün. Hər birinizi görməkdən çox sevinçliyəm, çox minnətdaram bu imkanı yaratdığınız üçün. Sizin cəmiyyətdə çox böyük uğurlar arzulayıram. Bu uşaqlar bizim gələcəyimizdir. Bu uşaqlar Azərbaycanın hər biri bir səfiridir gələcəkdə. Ondan sonra və bu işi sizin kimi bir layiqli insanlarla, layiqli onların davam etdirməsinə heç şübhəm yoxdur. Çox minnətdarlıq hissi ilə həm Rais bəyə də buradakı öz adımdan, ailəm adından və İsveçdəki cəmiyyətimizin də adından, icmamızın adından təşəkkür edirəm ki, bir daha qatıldı. Bizim tədbirimizə sizi görmək bizim Azərbaycan xalqı üçün çox böyük səadətdir, Rais bəy. Allah sizə durduqca ömür versin.
Teşekkür ederim. Saadet Hanım çok sağ olun. Çok sağ olun Saadet Hanım. Sağ olun. Sağ olun. Minnətdarım sizə. Sağ olun. Bir şey də əlavə edeyim ki, mən həm də Azərbaycanda yaranmış ziyalılarımızın yaratdığı deməli Məmməd Əmin Rəsulzadə Ev Muzeyinin bir üyəsiyəm mən və bu il deməli Məmməd Əmin Rəsulzadənin Azərbaycanın böyük şairi Nizami adlı əsərinin ingiliscəsində tərcümə edirəm. O kitab da bu ilin sonuna qədər hazır olub çap olunacaq və Avropada ingiliscə yayılacaqdır. Çox sağ olun. Çox sağ olun. Sağ olun, çox sağ olun. Uğurlar sizə. Sağ olun. Çox sağ olun. Hər birinizə dərin təşəkkür edirik. Saadət xanım, təşəkkür edirik. Elmi fəaliyyətinizə uğurlar arzulayırıq və hər zaman böyük sevgi və məhəbbətlə izləyirik. Siz bizim kimi gənclərə də bir nümunəsiniz. Çox sağ olun. Zahir bəy, təşəkkür edirik sizə qoşuldunuz. Öz ədəbi nümunələrinizlə siz də bizlə əməkdaşlıq edirsiniz məktəbimizlə. Uşaqlarımıza hər cür yardım göstərirsiniz. Çox sağ olun. Rais bəy, sizə də çox təşəkkür edirik. Minnətdarıq sizə, qoşuldunuz. Sizinlə hər görüş bir bayramdır. Siz Məmməd Əmin Rəsulzadə yadigarısınız. Siz bizim fəxrimizsiniz. Biz sizə həm bir şəxsiyyət kimi, bir insanlığınıza, özünüzə, həm sənətinizə çox böyük hörmətimiz var. Sizə də can sağlığı arzulayırıq. Hər zaman bizimlə belə görüşlərə gələ. Sizin xoş simanızı görmək bizim üçün hər zaman xoşdur. Və biz görüşümüzü yekunlaşdırırıq. Yekunda Qarabağda səslənən sahib əməkdar Tarzən Sahib Paşazadənin Qarabağda səsləndirdiyi tarın ifası ilə bitirəcəyik. Tarla başladıq, tarla da bitiririk. Hər birinizin bayramı təbrik edirəm. Çox sağ olun, minnətdaram sizə. Sağ olun. Sizin də bayramınız. Çox sağ olun. Biz sizə minnətdarıq. Belə bir tədbir təşkil edəcəyinizə görə, bizi dəvət etdiyinizə görə. Çox sağ olun, minnətdarıq hər birinizə. Və bu tar ifasını da dinləyirik və bununla da görüşümüz yekunlaşır. Çox sağ olun. Siz sağ olun. Azərbaycan işğal altında olan torpaqlarını azad elədik. Bu da bizim çox böyük qələbəmizdir. Bu münasibətlə də hər birinizi təbrik edirəm. Bu sizə böyük zəfərlə və bu bizim çox sevindirdi. Bəli, çox böyük bir hadisədir. Yəni bu tarın da planlaşdırılmadan bu cür ifası, qələbə ruhlu tarın ifası bizdə bir xoş, xüsusilə xaricdə yaşayan Azərbaycan vətəndaşlarında bir kövrək hisslər yaradır. Belə bir xoş hisslər yaradır. Yəni ona görə istədim ki, bu ifanı biz birlikdə dinləyək. Yəqin ki, hər biriniz üçün xoş oldu. Bir də hamınıza minnətdaram. Kiminsə bir sözü, fikri varsa buyura bilər və görüşümüz sona çatır. Mən iki kəlmə əlavə eləyim. Mən Estoniyadan qoşulmuşam. Mən təzə, yəni qoşuluram. Mən özüm də kitabxanaçıyam. Daha çox xoş oldu mənim üçün
bilmirəm, bəlkə də tanıyırıq bir-birimizi. Və artıq 30 ildir mən tərk eləmişəm Azərbaycanı. Qonaqları da salamlayıram. Ümid eləyirəm ki, yenə də görüşəcəyik. Gələcəkdə Səadət xanım sizi də izləyirəm. Təşəkkür edirəm sizin bütün informasiyalarınıza görə. Rəis müəllim də siz də çox sağ olun. Və sağ olun, hamınızı, bayramınızı təbrik edirəm. Çox sağ olun. Biz də sizə minnətdarıq əməkdaşlıq üçün. Təşəkkür edirik. Çox sağ olun. Hər birinizə təşəkkür edirik. Sağ olun, var olun.